Hər yerdə olduğu kimi Qurban Bayramı Cəbrayılın Horovlu kəndində də qeyd olunur. Sakinlər bu müqəddəs bayramı uzun fasilədən sonra ilk dəfə öz doğma yurtlarında keçirməsinin qürurundan danışdılar. Onu da qeyd edim ki, Horovluda Qurban yarmarkası və Bərəkət festivalı da təşkil edilib. Mənim üçün çox xoşdur. 33 ildən sonra qayıtmışıq kəndimizə. Ən xoş təəssüratım odur ki, bugün bir də Horovlu cəmaatı yığışıb burada Qurban Bayramı qeyd edirlər. Çox gözəldir. 70 yaşımda belə bir təəssüratı yaşamaq hər bir insan üçün xoşdur. Neçə ildən sonra birinci səfərdir ki, biz öz yerimizdə, öz torpağımızda Qurban Bayramını iştirak edirik. Çox böyük hissələrdir. Heç inansam, bu saat məni qoysalar ağlayaram. Çünki biz bunu həsrətlə gözləmişik. Arzu edirəm, millətimiz, dövlətimiz, xalqımız ruzulu, bərəkətli olsun. Allah hamının ruzusunu bol eləsin. Bayramlarımızı mübarək eləsin. Ən öndə olan məsələ şəhidlərimizin Allah ruhlarını şad eləsin, qazilərimizə can sağlığı versin. 33 ildən sonra ilk dəfə Horovlu kəndində Qurban Bayramında iştirak edirəm. Mən də qurban kəsirəm burada. Qəssabam. Sağ olsun ki, hökumətimiz də məni burada işlə təmin elədilər. Mənə dükan verdilər, palatka veriblər, hər bir şərait yaradıblar. Mən də burada onların sayəsində işləyirik, qazandım. Ölkə ərazisi üzrə hazırda 134 ünvanda qurbanlıq heyvanların kəsimi və satışı xidmətləri həyata keçirilir. Bu günləri bizim olduğumuz Cəbrayıl rayonu Horovlu kəndində də gördüyünüz kimi qurbanlıq heyvanların kəsim və satışı xidmətləri həyata keçirilməkdədir və əsas məqsəd odur ki, burada həm diri heyvanların satışı, həm heyvanların kəsimi zamanı baytarlıq nəzarət təşkil olunsun, eyni zamanda həmin heyvanların kəsimi prosesi baytarlıq norma və qaydalara uyğun şəkildə həyata keçirilsin. Regional bölmə ərazisində həmçinin işğaldan az olmuş ərazilərdə deməli Cəbrayıl rayonunun Horovlu kəndində, Füzuli rayonunda, Ağdam rayonunda, Laçın rayonunun Zerti kəndində hazırda bu cür kəsim və satış məntəqələri fəaliyyət göstərirlər və vətəndaşlara xahişimiz odur ki, Qurban Bayramı günlərində qurbanlıq heyvanların daha təhlükəsiz, rahat, həmçinin sağlam şəraitdə həyata keçirilmək üçün həmin kəsim məntəqələri yaxınlaşsınlar və qurbanlıq heyvanların həmin məntəqələrdə kəssinlər. Eyni zamanda qurban heyvanların ətini də bu cür baytar nəzarətindən keçmiş müəssisələrin xidmətlərini istifadə edərək təmin etsinlər.